Bir bacı sual verir və bildirir ki, universitetdə oxuyan oğlu hal-hazırda psixi problemləri yaranıb, uşaq təkliyə çəkilib, həmçinin arıqlayır, ünsiyyət qurmaq istəmir valideynləri ilə. Halbuki əvvəl namazlarına çox ciddi yanaşan, Quran oxuyan bir uşaq olub, hal-hazırda isə namazlarına səhlənkarlıq edir, valideynləri ilə aqressiv davranır. Belə olan halda anası atasına müraciət edir ki, övladına tədbir görsün, övladına qayğısına qalsın, onu ehtiyac varsa ruqyyə elətdirsin. Lakin ata səhlənkar yanaşır. Yəni belə olan halda ana atanın izni olmadan övladını ruqyyə elətdirə bilərmi? Və yaxud müəyyən müalicəyə götürə bilərmi? Cavab budur ki, bəli, əlbəttə olar. Yəni bunun üçün ana atadan izin almağa borclu deyil, çünki burada söhbət müalicədən gedir, sağlamlıqdan gedir və əgər ata səhlənkar yanaşırsa, ana özü demək bu səbəblərdən tutub övladının müalicə olunmasına çalışmalıdır.